İyunun 7'si axşam saatlarında İranın müxtəlif bölgələrindən İsrail istiqamətində çoxsaylı raketlər buraxıldı. 2 ay davam edən atəşkəsdən sonra Tehran, Vaşinqton və Təl-Əviv arasında yaranmış gərginliklər fonunda İran İsrail ordusunun Hizbullaha qarşı əməliyyatlarına cavab olaraq İsrailin şimal bölgələrini, o cümlədən Hayfanı hədəfə aldı. İran bundan əvvəl xəbərdarlıq etmişdi ki, əgər İsrail Beyruta hücum etsə, hərbi cavab veriləcək. İran dəfələrlə vurğulayıb ki, Amerika Birləşmiş Ştatları ilə hər hansı uzun müddətli razılaşma İsrailin Livana qarşı müharibəsinin başa çatması şərti ilə mümkün olacaq. İranın arqumenti budur ki, Hizbullah müharibə zamanı İranın yanında olub və ona kömək edib. Buna görə də Tehran istəyir ki, Livan və Hizbullah hər hansı mümkün sülh sazişinin tərkib hissəsi olsun. İran ali rəhbərinin müşaviri, Sepahın keçmiş baş komandanı Möhsün Rızayev bu yaxınlarda bildirib. Stat, Hizbullah son müharibədə böyük fədakarlıqlar göstərib və bizim müttəfiqimizdir. Buna görə də biz Hizbullaha dəstək veririk və onun qarşısında öhdəliklərimizə sadiq qalacağıq. Statın sonu. Belə bir yanaşma əsasında Sepah ötən bazar günü ölkənin müxtəlif şəhərlərindən 4 dalğa şəklində İsrailə 23 ballistik raket buraxdı. İranın ilk hücumlarından bir neçə saat sonra İsrail ordusu da İranın qərb və mərkəzi bölgələrindəki hərbi hədəflərə zərbələr indirdiyini açıqladı. Bütün dünya müharibənin yenidən qızışacağı ilə bağlı narahatlıq içərisində baş verənləri izləməyə başladı. Lakin Donald Trump'ın prosesə müdaxiləsi, xüsusən İsrailin baş naziri Benyamin Netanyahu'ya təzyiqi münaqişənin ara verməsinə səbəb oldu. Amma bu fasilənin nə qədər davam edəcəyi sual altındadır. Hücumdan sonra Sepah yaydığı bəyanatda hücumu sadəcə xəbərdarlıq adlandıraraq bildirib. Bu gecəki əməliyyat xəbərdarlıq xarakteri daşıyırdı və təcavüzün təkrarlanacağı təqdirdə cavablar daha geniş olacaq və bölgədəki bütün Amerika siyonist tərəflərini əhatə edəcək. İran Xarici İşlər Nazirliyi də hücumlardan sonra yaydığı bəyanatda vurğulayıb. Livanda atəşkəs 8 aprel 2026-cı il tarixli atəşkəs razılaşmasının ayrılmaz hissəsidir və ABŞ hökuməti siyonist rejimin atəşkəsi pozmasına və bunun nəticələrinə, eləcə də bölgədə hər hansı gərginliyin artmasına görə birbaşa məsuliyyət daşıyır. Rəsmi Tehran bir tərəfdən təhdid dilindən istifadə etdiyi halda, digər tərəfdən müharibənin qarşısını almaq üçün diplomatik fəaliyyəti də davam etdirdi. Xarici İşlər Naziri Abbas Arakçi, Böyük Britaniyanın Xarici İşlər Naziri Yvette Cooper, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Pakistan ordusunun komandanı Asim Munirlə ayrı-ayrılıqda telefon danışıqları apararaq, Livandakı atəşkəsin İsrail tərəfindən dəfələrlə pozulmasına İranın cavabından sonra bölgədə yaranmış vəziyyəti müzakirə etdi. Bundan əlavə o, Fransanın Xarici İşlər Naziri Jean-Noël Barrot və Qətərin Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon əlaqəsi saxlayaraq regional vəziyyət barədə fikir mübadiləsi apardı. Eyni zamanda Ağ Ev müharibəni nəzarətdə saxlamaq üçün diplomatik səylərini artırdı. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranın hücumundan sonra nisbətən yumşaq mövqe sərgiləyərək bildirdi ki, bu hücum danışıqlara təsir göstərməyəcək. O vurğuladı ki, İsrailin baş naziri Benyamin Netanyahu'nun İranla razılaşmanı qəbul etməkdən başqa çıxış yolu yoxdur və əlavə etdi. Stat, mən qərar verən şəxsəm. Bütün qərarları mən verirəm. Netanyahu qərar verən deyil. Statın sonu. Bundan belə bir neçə saat sonra İsrail ordusu İranın qərb və mərkəzi bölgələrindəki hərbi hədəflərə hücum etdiyini elan etdi. Bu dəfə Trump'ın İsrailə qarşı ritorikası daha da sərtləşdi. Netanyahu ilə telefon danışığında onu hərbi əməliyyatları dayandırmağa razı salan Trump dünən həmin danışıqla bağlı sensasiyalı bir açıqlama verərək bildirib. Mən dedim, Bibi, yaxşı olar ki, sən ehtiyatlı olasan, yoxsa tezliklə tək qala bilərsən. Qeyd edək ki, atəşkəs elan olunduqdan sonra İsrail Hizbullahın öz təhlükəsizliyi üçün təhdid olduğunu əsas gətirərək Livanın cənubuna hücumlarını davam etdirib. Hətta bəzi əraziləri nəzarətə götürüb. Bu prosesin davamı olaraq iyunun 1-də İsrail ordusu Beyrutun Dahiyə bölgəsinin sakinlərinə təhlükəsizlik məqsədi ilə ərazini tərk etmələri barədə xəbərdarlıq edib. Həmin xəbərdarlıqdan qısa müddət sonra İranın Xatəmül Ənbiya qərargahının İsrail baş nazirinə ünvanladığı bəyanat yayımlanıb. Bəyanatda deyilirdi ki, Dahiyə və Beyrutun bombalanması təhdidi həyata keçirilərsə, İsrailin şimal bölgələrinə zərbələr endiriləcək. Bundan sonra ABŞ prezidenti gərginliyi azaltmaq məqsədi ilə məsələyə müdaxilə etdi və İsraildən tələb etdi ki, Beyruta heç bir hərbi qüvvə göndərilməsin və artıq yolda olan qüvvələr geri qaytarılsın. İsrail hücumları müvəqqəti dayandırsa da, Netanyahu bildirdi ki, şimaldakı hərbiçilər və yaşayış məntəqələri üçün təhlükəsizlik təmin olunmadıqca, Beyrut və Dahiyə bölgəsi də təhlükəsiz olmayacaq. Tehran isə mövqeyini yenidən təkrarladı və Abbas Arakçi Əl-Məyadin telekanalına müsahibəsində dedi. Stat, biz Amerika tərəfinə bildirdik ki, Beyruta hücum olarsa bunu əsla qəbul etməyəcəyik. Beləcə, bütün bu müddət ərzində İsrail Livanın cənubuna hücumlarını davam etdirdi və bu, Tehranın müdaxiləsinə gətirib çıxardı. Hücumdan sonra Sepahın aerokosmik qüvvələrinin komandanı
Məcid Musəvinin qısa mesajı yayımlandı. Vəd yerinə yetirildi. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi sosial şəbəkədə yazdı. Amerika Birləşmiş Ştatlarının Fars körfəzində atəşkəsi pozması və Siyonist rejimin Fələstin və Livana qarşı cinayətləri göstərir ki, siz yalnız güc və zor dilini başa düşürsüz. Buna görə müqavimət cəbhəsi də sizlə həmin dildə danışacaq. Həmçinin Müdafiə Şurasında ali rəhbəri nümayəndəsi Əli Əkbər Əhmədiyan yazdı. Bu, İran xalqının gür səsidir ki, Təl-Əviv səmasında eşidilir. İran və İranlılar kiminsə diktəsini qəbul etməyəcəklər. Ölkə rəhbərliyi ilahi dayağa və xalqın dəstəyinə söykənərək son qələbəyədək dayanacaq. Təzyiq və təhdid siyasətinin davamı daha sərt və daha dağıdıcı cavabla qarşılaşacaq. Beləliklə, İsrailin Hizbullaha məxsus mövqelərə hücumuna İranın cavabı bir daha göstərdi ki, Hizbullahın və Livanın taleyi hələ də İran İslam Respublikasının təhlükəsizlik hesablamalarının bir hissəsidir. Daha dəqiq desək, İranın Hizbullaha dəstək verməsi onun üçün həm təhlükəsizlik, həm də nüfuz məsələsidir. Təhlükəsizlik baxımından o mənada ki, İran Livanın cənubunda Hizbullahın tərk-silah olunmasına və məhv edilməsinə asanlıqla razılaşsa, bu 10 illərlə davam edən və böyük xərclər tələb edən hərbi strategiyanın sona çatması demək olacaq. Nüfuz baxımından isə Hizbullahı tək qoymaq bütün müttəfiqlərə belə bir mesaj anlamı daşıyacaq ki, lazım gəldikdə Tehran onların taleyini danışıqlar masasında və ya müharibə meydanında öz maraqları naminə qurban verə bilər. Bu isə ən azı hazırki şəraitdə İran hakimiyyətinin maraqları baxımından yol verilməz sayılır.